Heç ağlınıza gəlibmi ki, onlayn yazdığınız sadə bir narazılıq əslində texnologiyada, biznesdə, hətta dövlət siyasətində baş verən böyük dəyişikliklərin bir parçası ola bilər? Elə bugün biz məhz bu heyrətamiz əlaqənin izinə düşəcəyik. Hər şey, baxın, bu çox sadə sualdan başladı. Redditdə bir istifadəçi bunu yazdı və qısa zamanda minlərlə insanın qoşulduğu nəhəng bir onlayn müzakirə alovlandı. Bu müzakirə tədbirlərə olan baxışımızı demək olar ki, yenidən formalaşdırdı. Yaxşı, bəs bu tək bir cümlənin arxasında əslində hansı dərin narahatlıqlar yatırdı? Gəlin birlikdə baxaq. Müzakirənin əsas hədəfi şənliklərdən sonra ortaya çıxan və istifadəçilərin öz dili ilə desək, gərəksiz əşyalar adlandırdığı o böyük tullantı yığını idi. Yəni söhbət təkcə 1-2 plastik stəkandan getmir. Məsələ daha dərindir. Yəni, söhbət tam olaraq nələrdən gedirdi? Təsəvvür edin, üzərində adlarınızın baş hərfi olan o plastik içki qarışdırıcıları, xüsusi olaraq sifariş verilmiş masa konfetləri, sadəcə bir dəfə geyinmək üçün alınan o bahalı paltarlar. Bütün bunlar qısacaq bir şənlik üçün alınır və sonra ya zibil qutusuna, ya da təəssüf ki, təbiəti boylayır. Və bu, həm ekoloji, həm də şəxsi səviyyədə böyük bir narazılıq dalğası yaradır. Bax, bu məqam göstərir ki, problem təkcə israfçılıq deyil. Bu, sitat məsələnin real, o insani tərəfini tam çılpaqlığı ilə ortaya qoyur. Böyük şəxsi borclar, birdəfəlik əşyalara xərclənən pullar insanların bəzən illərlə ödəməli olduğu ciddi bir maliyyə yükünə çevrilir. Bir sözlə, bu trend həm planetimizi, həm də cüzdanımızı eyni dərəcədə yorur. Ancaq insanlar təkcə şikayətlənməklə qalmadılar əlbəttə. Onlar eyni zamanda bir araya gələrək çox real, çox praktik həll yolları təklif etməyə başladılar. Və elə hekayəmizin gedişatını tamamilə dəyişdirən də məhz bu oldu. Ən maraqlısı da oydu ki, insanlar bir şənlikdən sonra əslində nəyi xatırladıqlarını müzakirə etməyə başladılar. Yüzlərlə insan demək olar ki, eyni şeyi təkrarlayırdı. Qonaqlar dadlı yeməyi, keyfiyyətli içkiləri və o səmimi atmosferi xatırlayır. Amma gəlin etiraf edək, illər sonra heç kim sizin adınızın baş hərfi yazılmış o kiçik plastik əşyanı xatırlamayacaq. Baxın, insanların təklif etdiyi konkret və davamlı alternativlər bunlar idi. Məsələn, bəzək əşyalarını almaq əvəzinə niyə də icarəyə götürməyək, ya da ikinci əl bazarlarından faydalanaq. Hətta gülləri belə israf etməyib, tədbirdən sonra xəstəxanalara və ya qocalar evlərinə aparmaq kimi gözəl fikirlər ortaya atıldı. Amma ən əsası, pulu əşyalara yox, insanlara unudulmaz anlar yaşadan təcrübələrə xərcləmək. Və bax bu nöqtədə hekayəmiz fərdi seçimlərdən çıxıb daha geniş, daha böyük bir mənzərəyə keçir. Çünki bu dəyər dəyişikliyi təkcə insanlar arasında qalmır. Bütöv bir sənaye və texnologiya dünyası da bu çağırışa cavab verməyə başlayır. Bu böyük bazar dəyişikliyinin mərkəzində dayanan texnologiya da budur, elektron dəvətnamə proqram təminatı. Bu alətlər əvvəllər kağız üzərində aparılan bütün dəvət prosesini rəqəmsal dünyaya daşıyaraq insanların dəyişən dəyərlərinə demək olar ki, mükəmməl bir cavab oldu. Və bilin ki, bu heç də kiçik bir dəyişiklik deyil. Rəqəmlər həqiqətən özləri danışır. Baxın, bu bazarın 2030-cu ilə qədər 3,5 milyard dollardan çox bir həcmə çatacağı proqnozlaşdırılır. Bu, insanların kağız israfından yayınmaq və daha səmərəli yollar axtarmaq istəyinin nə qədər güclü bir iqtisadi qüvvəyə çevrildiyinin bariz sübutudur. Bəs bu böyümənin arxasındakı səbəblər, o təkənverici qüvvələr nələrdir? Ən maraqlısı odur ki, bu səbəblər sizə çox tanış gələcək. Çünki onlar Reddit müzakirəsində səslənən dəyərlərin demək olar ki, eynisidir. Davamlılıq, yəni kağız israfından qaçmaq, xərclərə qənaət etmək və rəqəmsal alətlərlə asan inteqrasiya. Görürsünüz, insanların istəkləri birbaşa olaraq texnologiya bazarını formalaşdırır. İndi isə gəldik hekayənin bəlkə də ən təəccüblü, ən gözlənilməz hissəsinə. Heç düşünərdinizmi ki, Redditdə başlayan bir müzakirə dünyanın tamamilə fərqli bir nöqtəsindəki bir dövlət proqramı ilə bu qədər yaxından əlaqəli ola bilər? Söhbət Azərbaycanda fəaliyyət göstərən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, yəni qısaca KOBİAdan gedir. Bu agentliyin çox maraqlı bir proqramı var, Startup Şəhadətnaməsi. Bu şəhadətnaməni alan innovativ layihələr 3 il müddətinə gəlir və mənfəət vergisindən azad edilir. Məqsəd isə ölkədə texnoloji həllərin yaradılmasını sistemli şəkildə dəstəkləməkdir. Və bu dəstək proqramına nəzər saldıqda qarşımıza çox maraqlı bir mənzərə çıxır. KOBİAnın şəhadətnamə verdiyi startaplar arasında sanki birbaşa Redditdə qaldırılan problemlərə cavab verən layihələr var. Məsələn, toy və tədbirlərin idarə olunmasını asanlaşdıran onlayn platformalar olan Toyda və All in Event layihələri və ya israfçılığı azaltmaq üçün yaradılan Renter və Bompini kimi onlayn icarə platformalar. Bu, qlobal bir problemin yerli bir həllə necə qovuşduğunun canlı sübutudur.
Beləliklə, gəlin də bütün bu fərqli-fərqli görünən mənbələri bir araya gətirək və o böyük mənzərəni tam olaraq görməyə çalışaq. Bir fikrin səyahətinə baxın. Hər şey onlayn bir şikayətlə başlayır. Bu, qısa zamanda davamlılığa və qənaətə önəm verən bir istehlakçı hərəkatına çevrilir. Bazar bu tələbatı dərhal görür və cavab olaraq milyard dollarlıq bir sənaye yaradır. Və sonda hökumətlər də bu innovasiyanı dəstəkləyən sistemli mexanizmlər qurur. Şikayətdən inqilaba doğru bir yol. Deməli, bütün bu araşdırmadan çıxan əsas nəticə budur. Bugün şənliklərimizi iki böyük, bir-biri ilə əlaqəli qüvvə formalaşdırır. Bir tərəfdən aşağıdan yuxarıya doğru biz, yəni cəmiyyət və bizim ortaq dəyərlərimiz, digər tərəfdənsə yuxarıdan aşağıya doğru bu dəyərlərə cavab verən bazar və dövlət. Bu əslində bizim hər birimizin kollektiv gücünü göstərir. Sizin seçimləriniz, sizin dəyərləriniz təkcə şəxsi həyatınıza yox, bütün dünyadakı sənayelərə, bazarlara təsir etmə gücünə malikdir. Elə isə düşünməyə dəyər. Sizin dəyərləriniz növbəti dəfə hansı böyük dəyişikliyə səbəb olacaq?